Salam, 6 may 2026-cı il tarixində Naxçıvan Muxtar Respublikasında sertifikasiya imtahanında riyazi məntiqə aid belə bir sual düşmüşdür. Gəlin sualın izahına yaxından baxaq. İfadənin neçə doğru qiyməti mövcuddur? Riyazi məntiqə aid olan belə bir sualdır. Əvvəlcə ilk öncə biz bilməliyik ki, deməli bax bu e, bizə bu işarə deməli məntiqi toplama, üzr istəyirəm, məntiqi vurma. Yəni məntiqi vurma, bu da məntiq operatorunu verir. Bu isə məntiqi toplama, yəni OR məntiq operatorunu verir. Bu işarə isə yəni e, inkar, inkar. Yəni bu da bizə not məntiq operatorunu vermiş olur. Gəlin yaxından əvvəlcə verilmiş ifadənin açılışını bir dənə göstərim sizə. Deməli burada yəni A and məntiqi vurma, not, B, sonra or, C, toplama, burada da or, toplama, not, D. Aha. Burada biz əvvəlcə gəlin mümkün olan hallara baxaq ki, hansı halda, hansı vəziyyətdə doğru halını almış oluruq. Birincidə baxın, fikir verin. Yəni A dəyişənini mötərizənin içərisində burada vurur. Mötərizənin içərisində vuranda bu yalnız bir halında doğru qiymətində vura bilər də, sıfır halında mötərizənin içərisinin qiymətini dəyişə bilər, sıfıra çevirə bilər. Ona görə də birinci halımızda A-nın yalnız biz bir vəziyyətini, bircə dənə doğru halını görmüş oluruq. İkinci halda mötərizənin içərisinə baxmış olsaq, 3 dənə bizim dəyişənimiz var. B, C və D dəyişəni. Baxırıq ki, bu 3 dəyişənin hansı mümkün hallarında biz doğru qiymət almış oluruq. Yəni sualın şərtində bizdən axı doğru qiymət istəyir. Yəni birlər, belə deyək də, birlərin sayını istəyir. İkinci halda da, məsələn, biz bunu belə vəziyyətləri bu halda kodlaşdıra bilərik. Bu vəziyyətdə, məsəl üçün, B dəyişən üçün, B dəyişən üçün, C və D dəyişən üçün mümkün hallara baxaq. B dəyişəni üçün mümkün hallara baxsaq, deməli, biz burada B-yə yalnız bir qiyməti versə, not 1 sıfıra çevirəcək də, düzdür, C 1 qalacaq və bilirik ki, OR operatorunda, məntiq operatorunda yalnız bircə dənə sıfır halında sıfır olur. Qalan yerdə halında bir hallarında doğru qiyməti götürmüş olur. Yəni biz burada ortada C-yə 1 versək, digərlərinə dəyişim olsa da belə yenə doğru qiymət almış oluruq. İndi biz düşünsək ki, burada 1 və 0, yəni hər 3 dəyişəni iki vəziyyətində doğru qiymət almış olur. Yəni 1 və 0-larda. Baxın, B-yə 1 verəndə bunu nəyə çevirəcək? B-yə 1 verəndə 0-a çevirir, C 1-də qalır və D-yə 1 verəndə 0-a çevrilir. Hər üçünün toplamında da biz doğru qiyməti ala bilərik. Doğru qiyməti ala bilərik. 0 halında isə, məsələn, B-yə 0 versəm bu 1-ə çevirəcəkdir. C-yə 0, D-yə 0 versəm 1-ə yenə doğru qiymət almış oluruq. Yəni, hər iki vəziyyətdə 1 və 0 halında, yəni iki vəziyyətdə 2 üstü 3 bizə verir nə? 8. 8 biz doğru vəziyyət almış oluruq, düzdürmü? Sonra üçüncü halında bəs hansı qiymətdə yalan qiyməti, yəni doğru olmayan qiyməti ala bilərik? Yalnız biz burada deməli A-ya 1, deməli A-ya 1 qoysaq, çünki 1 halında 0-a çevirir axı, 1-in inkarı 0 verir. Sonra C-yə 0, bir də D-yə, D1 halında bunun inkarı 0 verir. Baxın, hər 3 halda 0 plus 0 plus 0 bizə deməli yalan qiymətini vermiş olur. Deməli biz aldığımız bu 8 vəziyyətdən bunu da kodlaşdırsaq, B, C, D, yalnız bircə dənə 0 vəziyyətində, bircə halında, yəni 0 vəziyyətlərində, daha doğrusu burada 1, C-də 0. Çünki bunu dəyişir axı, 1 0, 1 0-a çevirir. Bu vəziyyətlərində bircə halında deməli 1 üstü 3, belə hər üçündə 1. Bircə halında biz yalan qiymət almış oluruq. Və yuxarıda da 8-dən, yəni doğru halından bu yalan vəziyyətinə çıxanda 8 halından, 8 mümkün doğru vəziyyətindən bircə dənə yanlış vəziyyətini çıxanda, deməli bizdə neçə dənə doğrumuz qalır? 7 doğrumuz qalır. Yəni 7 birimiz qalır. Və sualın əvvəlində də burada bir halımız var idi. Burada da mötərizənin içini tapdıq ki, hər 2 və 3-cü hallarda 7 hal, biri də 7-yə vuranda nə verir bizə? 7 ümumi doğru vəziyyəti vermiş olur. Sualın cavabı nə oldu? 7.